Peyğəmbər Salavatullahın Fatimə-i Zəhranı ərə verməsinə maraq göstərməsi. Fatimə-i Zəhra atasının qəlbində çox yüksək yer tutmuşdu. Belə ki, Peyğəmbər Salavatullah əziz qızı xanım Zəhra ilə təsəlli tapırdı. Xanım Zəhra da Peyğəmbərlə bərabər missiyanın qayğılarını bölüşür və onun zəhmətini yüngülləşdirmək üçün çoxlu işlər görmüşdü. Hətta Peyğəmbər Salavatullah onun haqqında buyurmuşdu. O, atasının anasıdır. Fatimə-i Zəhra nübüvvət evində qadınlıq həddinə çatdıqda artıq nübüvvət bulağından və risalət çeşməsindən sirab olmuşdu. Qureyşin fəzilət, İslamda iz qoyan, şərəf və mal-dövlət sahibi olan böyükləri onun üçün Peyğəmbər Salavatullahın yanına elçiliyə gəldilər. O həzrət isə özünə məxsus bir hikmətlə Qureyş böyüklərinə belə cavab verdi. Mən bu barədə taleyin əmrini, qəzavü qədəri gözləyirəm. Ya da belə deyirdi, mən səmadan əmr gözləyirəm. Həyatun Nəbi və Siratuhu 1-ci cild 309-cu səhifə. Digər tərəfdən Peyğəmbər Salavatullah Əli ibn Əbu Talibin Fatimə-i Zəhraya nişanlanmasına çox sevinmişdi və ona buyurmuşdur. Sənə şad xəbər verirəm, ey Əli. Mən sizi yerdə evləndirməzdən əvvəl Allah Taala sizi göylərdə evləndirmişdi. Sən mənim yanıma gəlməzdən öncə göylərdən bir mələk endi və mənə dedi, Ya Muhammed, Allah Taala yerlə yaxından tanış oldu. Özünün xəlq etdiklərindən səni seçdi və öz risalətini sənə göndərdi. Sonra yenidən nəzərlərini yerə saldı və yer üzündəkilərdən sənə qardaş, köməkçi, vəzir, dost və kürəkən seçdi. Qızın Fatiməni ona ərə verdi və səmadakı mələikələr bunu fərəhlə qeyd etdilər. Ya Muhammed, Allah Taala mənə əmr etdi ki, sənə çatdırım. Sən də yer üzündə Fatiməni Əliyə ərə verəsən və hər ikisinə bu dünyada və axirətdə fəzilət sahibi olan xeyrxax, pak, ağıllı və nəcabətli 2 oğlan uşağı olacaqları barədə şad xəbər verəsən. Kəşfül-Qümmə 1-ci cild 356-358-ci səhifələr. Peyğəmbər Salavatullah da mühacirlər və ənsardan ibarət böyük bir dəstənin hüzurunda nikah əqdini yüngül bir mehriyyə ilə icra etmiş və sonralar İslam ümmətinin buna əməl etməsini vacib buyurmuşdur. Həzrət Zəhranın ev əşyaları Peyğəmbər Salavatullahın əlinə düşəndə əksər qabların gildən olduğunu görmüş, gözləri yaşarmış halda buyurmuşdur. Allahım, sən özün qab-qaşıqlarının hamısını gildən olan əhl-i beytə xeyir dua ver. Kəşfül-Qümmə 1-ci cild 359-cu səhifə. Allahın Rəsulu qızı Zəhranın ərə getməsinin bütün təfsilatına həddən artıq maraq göstərirdi. Onun bu marağının bəzi məqamlarını toy günü hər iki evlənənə etdiyi duadan açıq-aydın hiss etmək olar. O həzrət buyurmuşdur. Ey Allahım, sən onların hər ikisini həmişə bir yerdə qərar ver. Qəlblərini bir-birinə mehriban elə, onları və övladlarını cənnət varisləri et. Onlara pak, gözəl və mübarək övladlar ver. Övladlara xeyir-bərəkət əta elə. Onları hamılıqla əmrinə tabe olan və sənə itayət edən, səni razı salan əmirlər verən imamlardan qərar ver. Daha sonra buyurmuşdur. Ya Rəbb, sən yalnız itrət sahibi etdiyin ailə və qohumlar, bir rəsulu behsət etmisən. Mənim düzgün yolda olan itrətimi Əli və Fatimədən ibarət elə. Sonra Rəsulallah onların hər ikisinə buyurmuşdur. Allah Taala hər ikinizi və nəslinizi pak etsin.
Kim sizinlə sülhlə rəftar etsə, onunla sülhdə olar. Kim sizinlə müharibədə olsa, onunla müharibə edərəm. Kəşfül-Ümmə 1-ci cild 362-ci səhifə. Mənaqib-i Ali Əbu Talib 3-cü cild 355-ci səhifə. Yahudilərlə birbaşa toqquşma və Bəni Qaynuqa qəbiləsinin qovulması. Yahudilər İslamın və müsəlmanların Mədinədə güc qüvvətlərinin artması təhlükəsini hiss edirdilər. Belə ki, gənc İslam dövlətinin dayaqları möhkəmlənir, gücü və qüvvəti artırdı. Artıq İslam risaləti hökm verən bir qüvvəyə çevrilmişdi. Bədir döyüşündən öncəki sülh sazişi mübarizə aparan tərəfləri hər hansı bir düşmənçilik hərəkətindən saxlayan təhlükəsizlik açarı rolunu oynayır və hər hansı bir partlayışdan qoruyurdu. Lakin müsəlmanları daha da möhkəmləndirən qələbə düşmənçilik ruhunu qızışdırırdı. Nifaqın başqa tərəflərinin də kömək etdiyi Yahudi şərinin səylərini biraz da alovlandırırdı. Buna görə də onlar gizlincə sövdələşməyə və sui-qəsdlər hazırlamağa başladılar. Xəbərdarlıqlar göndərdilər və müsəlmanlar arasında ciddi cəhdlə təbliğat apardılar ki, onların təzə dini ilə bərabər təzə sultanı peyda olub. Bu yolla da onları qızışdırmaq istəyirdilər. Əlbəttə, bütün bu işlərdən Peyğəmbər salavatullah da hali idi. Müsəlmanlar da öz növbəsində İslamı və Peyğəmbəri daha cəsarətlə müdafiə etmək, onu qorumaq üçün hərəkətə keçdilər. Müsəlman fədaisi olan Salim İbni Ümeyr, Bəni Əfq qəbiləsindən olan Əbu Afq adlı müşrikin Peyğəmbər salavatullahın arxasınca pis danışdığını eşitdikdə özünü saxlaya bilməmiş və həmin adamı öldürmüşdü. Əl-Məğazi 1-ci cild 174-cü səhifə. Eyni hadisə çox kinli müşrik qadın olan Əsma bint Mərvanla da təkrar olundu. Əl-Məğazi 1-ci cild 172-ci səhifə. Müsəlmanlar Kəb İbn Əşrəfi də onların şərəf və ləyaqətlərini söydüyünə, eləcə də onları ələ salıb təhqir etdiyinə görə öldürdülər. Əs-Siratun Nəbəviyyə 2-ci cild 51-ci səhifə. Yahudilərin fitnəkarlıq səyləri, yalan xəbərlər və müsəlmanlar haqda uydurma şayələr yayması bütün hədləri aşmışdı. Bununla da onlar düşmənçiliyə son qoymağın və dinç halda yanaşı yaşamağın əksinə gedirdilər. Peyğəmbər salavatullah isə Yahudilərlə olan bu məsələnin sülh və sabitliklə nəticələnməsini istəyirdi. Ona görə də o həzrət Bəni Qaynuqa qəbiləsi Yahudilərinin yanına getdi. Onları bazarlarına yığdı. Hikmət və yaxşı moizələrlə sülhə çağırdı. Həm də arzu olunmaz siyasət və hərəkətlərinin acı nəticələri ilə bağlı onlara xəbərdarlıq edərək buyurdu. Ey Yahudi cəmaatı! Allahdan ehtiyat edin. Qureyşə indirdiyi bəladan dərs alın. Müsəlman olun. Siz artıq bilirsiniz ki, mən Allahın rəsuluyam. Bunu kitabınızda da tapa bilərsiniz və Allah bunu sizlərə vəd etmişdir. Peyğəmbər salavatullahın bu sözləri onlara təsir etmədi. Əksinə onlar belə dedilər. Ey Muhammed! Qoy gördüklərin səni aldatmasın. Sən çoxlu qövmlərə qalib gəlmisən. Vallah bizlər isə müharibə etməyi bacaranlarıq. Əgər bizimlə vuruşmaq istəsən, bilməlisən ki, sən bizim kimi vuruşa bilməzsən. Əl-Məğazi 1-ci cild 176-cı səhifə. Yahudilərin alçaqlığı bir daha müsəlman qadının ləyaqətinə təcavüz etmələrində özünü göstərdi. Bu iş bir Yahudi və bir müsəlmanın öldürülməsi ilə nəticələndi. Bu zaman Peyğəmbər salavatullah müsəlmanlarla bir yerdə gələrək Bəni Qaynuqa Yahudilərini öz evlərində ardıcıl olaraq 15 gün müddətində mühasirəyə aldı. Bu müddət ərzində heç kimi bu qəbiləyə və bu qəbilədən kənara buraxmadılar. Ona görə də onların təslim olmaqdan başqa çarəsi qalmadı və Peyğəmbər salavatullahın hökmünə tabi olaraq bütün əmlaklarını qoyub getməklə
Mədinə şəhərini tərk etdilər. Beləliklə də Mədinə şəhəri ən qorxulu şər ünsürlərdən təmizləndi. Şəhərdə siyasi sakitlik hökm sürməyə başladı. Belə ki, Mədinədə qeyri-müsəlmanların mövcudluğu və onların rolu yavaş-yavaş azalmağa başladı. Onlar müsəlmanların güc qüvvətini hiss etməyə başladılar. İnzibati idarə sisteminin inkişaf etdiyini, idarə etmə qabiliyyətinin artmasını, ümumən müdrik bir plana uyğun fəaliyyət göstərən İslam dövlətinin qüvvətlənməsini görürdülər.